Gestasional xəstəlik nədir? Gestasional sözü hamiləliklə əlaqəli deməkdir. Yəni hamiləlikdən öncə heç olmayan, hamiləlik zamanı yaranan xəstəliklər aiddir buna. Nəyə görə önəm veririk? Çünki hamiləlik zamanı elə bir problemlər yarana bilir ki, bu həm ananın, həm də bəbəyin sağlığına ciddi təsir edə bilir. Ona görə də bunlara diqqət və önəm ayırırıq. Hansılardır gestasional xəstəliklər? Ən çox rastladığımız gestasional diabet, yəni hamiləlik şəkəri. Gestasional diabet zamanı doğum çətinlikləri, diabetik anne bəbəyi, çox kilolu və yaxud da intrauterin genişmə geriliyi ilə doğulan bəbəklərin doğulması və gələcəkdə ananın tip 2 diabet olması riskinin artması ilə özünü göstərə bilir. Sonra gestasional hipertansiyon xəstəliyi var. Bu da hamiləlik təzyiqi deməkdir. Yəni nə deməkdir? Öncədən yenə də bu qadının təzyiq xəstəliyi yox idi, hamiləlik zamanı yarandı. Hamiləlik kolestazı deyilən xəstəlik vardır. Yəni hamiləlikdə yaranan qaşıntı. Amma qaşıntı deyib keçməmək lazımdır. Çünki ciddi risklərə gətirib çıxardır. Hətta ani bəbək ölümlərinə belə gətirib çıxarda bilir. Bu zaman biz qanda ALT, AST, yəni qaraciyər funksiyon testlərini və aclıq, öd turşularını yoxlamamız lazımdır. Eyni zamanda preeklampsi, eklampsi deyilən durumlar vardır ki, onlar da hamiləlik zamanı yarana bilir. Yəni bu zaman yenə də təzyiq yüksəlməsi, sidikdə zülalın olması, yəni %100 şərt olmasa da sidikdə zülal yüksələ bilir. Hamilədə ürək bulanma, qusma, baş ağrıları, görmə bulanıqlığı, qaraciyər funksiyon testlərinin yüksəlməsi, trombositlərin düşməsi, pulmoner ödem və s. problemlər ola bilər. Eyni zamanda HELLP sendromu hamiləlikdə yaranan problemdir. Bu zamanda qanda hemoliz, qaraciyər funksiyon testlərinin yüksəlməsi və trombositlərin düşməsi kimi ciddi problemlər yaranmış ola bilər. Nə etmək lazımdır? Bütün bu problemlərin qarşısını almaq üçün mütləq hamilə qalmadan öncə bir sağlıq kontrolu etdirilməsi şərtdir və hamiləlik zamanı balanslı və düzgün qidalanmaq, aktiv hərəkət etmək, stressdən uzaq durmaq, bol-bol su içmək, həkim kontrolunu aksatmamaq lazımdır.